Neftçilik metrosunun yaxınlığında əksər hallarda belə bir mənzil satışa çıxır və uzun müddət bazarda qalmır. 5 mərtəbəli binanın ikinci mərtəbəsində qanuni 2 otaqlı 3 otağa düzəlmə bir mənzilin təqdimatına gəlmişəm. Mənzilimiz təmir olunub, təmirdən sonra yaşayış olmayan bir mənzildir. Hazırda mənzilin qonaq otağındayam. Vitraj pəncərə ilə yığılmış mənzilimizin mətbəxinə daxil oluruq. Mətbəx studiyo gedir mənzilimiz. Bütün elektronikaların yeri saxlanılmışdır. Mətbəx mebeli tavana kimi quraşdırılıb. Sənədi kupçadır, qeydiyyatda heç kim yoxdur. Açarlar bizdədir, mənzilə günün istənilən vaxt baxa bilərsin. Gecə mənzilimizin yataq otağına təmir olunub, təmirdən sonra yaşayış olmayan bir mənzildir. İdeal yerləşmədə yerləşir. Neftçilər metrosuna 3-5 dəqiqəlik piyada məsafədə 61 saylı orta məktəbin 31 saylı uşaq bağçasının yanında yerləşir. Daxil oluruq mənzilimizin hol hissəsinə.